Salam əziz dostlar. Əlçatan Texnologiya YouTube kanalında bugünkü mövzumuz Play Marketdə yeniləmələrin olub olmadığını yoxlayacağıq. Başlayırıq videomuza. Əvvəlcə Play Marketin üzərinə sıxıb saxlayırıq. Play Store. Uygula 1 sayfada bırakıldı. Sıra 3 sütun 3. İndi biz sağa hərəkət edirik. Kaldır. Qaldır. Uygulamaları. Uygulamalarım, yəni tətbiqlərim. Biz burada qaldıra toxunsaq, qaldırın üzərinə vursaq, Play Market telefonun ana ekranından silinəcək. Məndə telefon Poco X6 Pro telefonudur. Ona görə bu Poco üzərində videonu çəkmişəm. Kaldır. Uygulamaları. Gəlirik proqramımıza. Play Store. Uygulama simgesi. Yenə sağa hərəkət edirəm. Zararlı uygulama bulunmadı. Play Protect dün taradı. Güncellemeler var. 4 güncelleme beklemede. 4 yeniləmənin olduğunu bildirdi. Burada var Tümünü güncelle. tümünü güncəllə, hamısını yenilə. Bir də Ayrıntılar göster. Ayrıntılar göstərdir ki, hansı proqramların yeniləmə olmasını orada biz biləcəyik. Envision 414 kere 10. Genişlet düğmesi. Güncelle. Kişisel güvenlik 1.0 ve 15 Tem tarihinde güncellen. Genişlet düğme. Güncelle. Microsoft Copilot 1.5 ve 7 gün önce güncellen. Genişlet güncelle. Spotify. Müzik ve pop. Genişlet. Güncelle. Uygulamalar 4. Tümünü güncelle. Buradan da tümünü güncəllə eləyə bilərik. Biraz geri də verib yeniləmə eləyə bilərik. Amma mən də hal-hazırda buradan gələcəm. Uygulama. Tümünü güncelle. Tümünü güncəlləyə Play Store. vurdum. Yeniləmələrin yükləməsini gözləyirik. Play Store. Envision 414 kere yükleniyor. Bekleyen indirme işlemleri. Envision proqramı yüklənir. Artık hazırsınız. Bəli, bu yeniləmə biraz tez bitdi. Ona görə o birislərə baxa bilmədim. Nəysə, burada axırda bir də əməliyyat da var, onu göstərəcəyəm. Yeniləmələrimiz bitəndən sonra bir daha yoxlayacağıq. Tüm uygulamalarınız güncel. Güncellemeleri denetle. Artık hazırsınız. Tüm uygulamalarınız güncel. Güncellemeleri denetle. Bəzən burada güncəlləmələri denetlə eləyəndə yenə də yeniləmələr gəlir. Amma Artık hazırsınız. nə yaxşı Tüm ki, burada uygulamalarınız güncel. gəlmədi. Videomuz bu qədər. Bizə dəstək olmaq üçün videolarımızı bəyənib paylaşın. Ekranda zınqrov düyməsini açmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənə qədər.